Bismillahirrahmanirrahim. Mina Vasif, Əymən Zidan, Hüseyn İcac, Qasim Məlhər, Əli Şəqir, Xalid Əl-Amir və başqaları fəqihlərin imamı fiqhlər. Caferus Sadiqun nurun şa'a bil ilmi fe erşed La yudaha fi tuqahu ve bil haqqi mueyyed Caferus Sadiqun nurun şa'a bil ilmi fe erşed La yudaha fi tuqahu ve bil haqqi mueyyed علمه علم الرسول رأيه السهم المسدد كيف لا يرقى الثريا كوكب من آل أحمد صفوة من أصفياء وسليل الأنبياء ده إمام الفقهاء واسمه Filmin rejissoru Sami Əl-Cənadi. Yeddinci hissə. Dəməşq. Niyə narahatsız Əmir əl-Möminin? Xorasandan heç bir xeyir görmədim. Bu Xorasan Hişam ibn Əbdülməlikin dövründən öz ailələri və mülkləri ilə bizə qarşı çıxıblar. Bugün Nəsir ibn Səyyardan məktub gəlib ki, Kermani mənə qarşı qiyam eləyib. 2 qoşun əskərim var. Bir qoşun Dəməşqin ətrafında, o biri isə Bağdadın ətrafındadır. Ey Əmir əl-Möminin, onlara deyək fitnənin qarşısını alsınlar. Ey Əbdülhəmid, sən yaxşı kişisən. Amma müharibə və əskərləri idarə eləmək mənim işimdir. Və mən bunu səndən yaxşı bilirəm. Sənsə İbn Yəhya. Bilirəm ki, o Kermani 200 min əskər yığıb. Amma bizim qoşunumuzsa parçalanıb. Onların arasında düşmənçilik və ixtilaf adi hala çevrilib. Bilmirlər ki, onlar özlərinə düşməndilər, yoxsa Xorasanlılara. Əgər sizin dediyiniz kimi olsa, əgər Kermani 200 min əskər yığıb və onlar Əba Müslümə qoşulublarsa, onda onların qələbəsi 2 qat olacaq. Bu məktubun axırında Nəsir mənim üçün bir neçə beyt şeir yazıb. Halk, oxu. Kömürün altında görürəm bir ot, İnanmıram onun bir pisliyi var. Ateş çubuqları yandırıb edir ot, şərrin başlanğıcın qoyur bu bar. Arzu edirəm bu şeir məni ucaltsın. Məyər qəzavət zülümdür, yaxud da haqdır? Əgər qəzavət düz olsa, zülmü azaltsın. Demə bu mülküdə qalmaq nahaqdır. Bu sözü deməliyəm, haqqın vaxtıdır. Deməli, inqilab edin, çünki qiyam vaxtıdır. Bunlar bu qədər qudurublar ki, iş bu həddə çatıb. Özün də görürsən ki, çox sıxıntıdayam. Sən də istəyirsən ki, adam göndərim. Görürəm ey Əmir əl-Möminin, Abbasilər Xorasanlılardan daha xətərlidirlər. Onlar bizim aramızdadılar. Amma Xorasanlılar bizdən uzaqdılar. Müsəlmanların ölkəsi dağılmasın deyə gərək biz xilafət olan şəhəri var qüvvəmizlə qoruyaq. Düz deyirsən. Buna görə sən öz vəzirini təyin eləmişəm. İstəyirəm ki, o zindanda olsun. Elə eləyin ki, cəmaatla əlaqəsi olmasın. Kimi ey Əmir əl-Möminin? İbrahim ibn Məhəmməd, ibn Əli, ibn Əbdillah, ibn Abbas. İstəyirəm ki, o zindanda olsun. O kəslər ki, ona aldanıblar, onunla əlaqələrini kəssinlər. O Hümeymə şəhərindədir, ey ağam.
Onda tələs. Əgər sən özünün sərkərdə qalmağını və mənim rəhbər olmağımı istəyirsənsə, tələs. Yoxsa onlar məndən və səndən qabağa düşərlər. Əmir əl-Möminin biraz səbr eləyə bilərmi ki, biz bilək kimlər onunladır, kimlər onu qəbul eləyir? Yaxşı. Amma ona nəzarətinizi gücləndirin. Onu, ailəsini və ətrafındaşları nə badə gözdən qaçırasınız. Ey mənim qardaşlarım, Bəni Üməyyənin hərisliyini və ixtilaflarını görürsünüz. Və bilirsiniz ki, biz gərək atanızın çəkdiyi zəhmətin bəhrəsini götürək. Əgər onlarla müxalifət eləmişsinizsə, iş bizim üçün çətin olar və biz də minlərlə müsəlmanlara xəlifəlik eləyə bilmərik. Qardaş, başa düşmədim. Mənə Əbu Müslüm Xorasani xəbər verdi və o məni əmin eləyir ki, bizə tabe olanlar öz dövlətimizi qorumağa hazırdılar. Doğrudan? Həmin vaxt gəlib ki, biz müsəlmanların xəlifəsi olaq? Əgər başqalarının səhvlərindən ibrət alsaz, onda böyük yaradan xilafəti sizə bağışlayacaq və onun davamı olacaq. Əgər siz də onlar kimi parçalanma, azğınlıq və təmaşkarlığa düşsəz, onlar kimi həlak olarsınız. İnana bilmirəm. Allah sənə rəhmət eləsinə yatam. Kaş indi burada olub, əlinlə çəkdiyin zəhmətin bəhrəsini görəydin. Əbu Sələmə Xəllala və Əbu Müslüm Xorasaniyə yazacam ki, bizim dövlətin yaradılması üçün hazırlıq görsünlər. Deyin görüm hardan gəlirsiniz? Xorasandan. Bəs hara gedirsiniz? Məkkəyə gedirik, müstəhəb ümrə üçün. Bu Əbu Müslümün elçisidir ağam. Əssalamun aleyküm ey ağam. Sənə də salam olsun. Ərəbsən? Bəli ağam. Yaxşı. Mənim qulamımla get, sənə yemək və su versin. Sonra danışarıq. Əbu Müslümün elçisi? Nəyə görə Əbu Müslüm mənə öz elçisini göndərib? Əli əleyhissalam xütbə dedi. Camaat onu dinlədi və dedi. Kiçiklər böyükləri örnək götürə və böyüklər kiçiklərlə mehriban olar. Zülümkar cahillərin dəstəsindən olmasınlar ki, nə dindən anlayışları var, nə də Allah haqqında fikirləşirlər. Cahil cəmaatın məsələsi yerdə tapılan yumurtaya bənzəyir ki, onu sındırmaq günahdır. Amma əgər onu saxlasan, ziyan verici cücə çıxacaq. Müsəlmanlar birləşəndən sonra ayrıldılar. Sonra isə hər yana əyilən bir budaqdan yapışdılar. Allah Taala onları Bəni Üməyyənin ən pis günündə bir yerə cəm edər. Payız buludları cəm olduğu kimi. Allah aralarında ülfət yaradar. Onları dağılmış buludlar kimi birləşdirər. Sonra onlar üçün qapılar açılar və sel onları durduqları yerdən aparar. O sel ki, Səba cəmaatının 2 bağını aparmış. Onun qarşısını uca dağlar belə ala bilməz. Həmin cəmaat dərələrə səpələnər
Allah həmin gün yer üzünü düz edər. Haqqı tapdanmış dəstəyə başqasından kömək yetirər və bir dəstəni başqa dəstənin yerinə şəhərə sahib edər. Ağam, yəni bunların da mülkü tezliklə aradan gedəcək? İmam Əli əleyhissalam buyurub, Allaha and olsun, Bəni Üməyyənin təkəbbür və hökmranlığından sonra əlində nə varsa aradan gedər. Odun üzərində əriyən quyruğa bənziyər. Ey cəmaat! Əgər bir-birinizlə haqqa kömək etməkdən ayrılmasaydınız və batilin kökünü kəsmək üçün çalışmasaydınız, sizin işlərinizə tamah göstərməzdilər. Və o kəslər ki, sizə rəhbər oldular, güclənməzdilər. Amma siz Bəni İsrail kimi sərgərdan oldunuz. Canıma and içirəm. Məni əldən verəndən sonra sizin sərgərdanlığınız qat-qat artacaq. Haqqı arxada qoyduğunuza görə. Peyğəmbərə ən yaxın olan adamdan uzaqlaşdınız və ən uzaq adamla birləşdiniz. Elə bil İmam Əli əleyhissalam bizim indiki günümüzdən danışır. Buyur. Əbu Müslüm mənə dedi ki, sənə 50.000 dinar verəcəklər. Bunu çağırış üçün xərcləməliyəm və o sənə tərəf yoldadır. İndi yox. Bəlkə sonra ona göndərdim. Sən get. Diqqətli ol. Baş üstə, ey ağam. İmam Sadiqi görmək üçün səhər tezdəndən onun yanına getdim. Mənə yanında oturmağa əmr elədi. Mən də oturdum. O mənə baxdı və buyurdu: Həmd olsun Allaha. O hər şeyi idarə eləyən və hər şeydən ucadır. Təbəqə üstündə təbəqə, aləmdən sonra aləm yaratmışdı ki, pis iş görənləri əməlləri ilə cəzalandırsın, yaxşı işlər görənləri mükafatlandırsın. Ədalət onun adları ilə müqəddəs oldu və onun yaratdıqları gözəlləşdi. Həqiqətən Allah zülm eləyən deyil. İnsanlar özlərinə zülm eləyirlər. Buna görə də Peyğəmbər buyurdu, sizin əməlləriniz özünüzə qayıdır. Ey müfəssəl! Onlar öz yaradılışlarında sərgərdandılar. Öz azğınlıqları içində şəkdədilər və öz şeytanlarına iqtida eləyirlər. Baxan kördular və danışan laldılar, fikirləşmirlər. Eşidən kardılar, öz istəklərinə razıdılar. Güman eləyirlər ki, hidayət olunublar. Bütün bu sadalananlar azğınlıqdadılar. Sanki ölüm onlar üçün təhlükəsiz bir şeydir. Mükafata lağ eləyirlər. Vay olsun onlara. Bizimlə düşmənçilik eləyirlər. Onların tərslikləri artır və bəlaları şiddətlənir. Bir gün gələcək ki, varlı-varlıya möhtac olacaq. Allahdan başqa heç kim onlara kömək eləyə bilməyəcək. Ağlama ey müfəssəl. Əgər Allah səni qəbul etsə, onda nicat taparsan. Görəsən İbrahim Xorasaniyə nə yazıb? Niyə belə çox israr eləyirdi? Pulu niyə az verdi? Axı nə baş verir? Bəlkə aralarına ixtilaf düşüb? Yaman şəkkə düşdüm. Yox, belə olmaz. Qoy hələ oxuyum, görüm o nə yazıb. Bunu mütləq bilməliyəm.
Yezid İbni Vəlidin öldüyünü eşitmisiniz? Mən eşitmişəm. Yezidin ölümündən sonra onun qardaşı İbrahim yaxşı xəlifəlik eləyir, amma ondan sonra vəziyyət onun xeyrinə olmayacaq. Mənim üçün vacib deyil. Kim ölür ölsün, kim nə iş görür görsün. De görüm, oradakı cəmaatın istəyi nədir? Onlara nə azlıq eləyir? Əhsənd. Möhtacların və müsəlmanların istəklərini yerinə yetirmək elə bir işdir ki, Allah onu sevir. İstəyirəm onların istəklərini öyrənim ki, onlar üçün böyük ticarət karvanı göndərim və müharibələrdə malı 3 qat qiymətinə sata bilərik. Dəməşq. Səndən aman istəyirəm, ey möminlərin əmiri. Nə istəyirsən? Dur ayağa. Ey əmir əl-möminin, bu məktub sənin üçün vacibdir. Sən İbrahim İbn Məhəmməd İbn Əlinin elçisisən Bəli, ey ağam. Köməyinizə ehtiyacım var. və sözü hardadır? Hələ də Humeymə şəhərində dağam. O düzdür ki, Əbu Müslim səni ərəb elçisi olduğun üçün öldürmək istəyirdi? Bəli, ey əmir əl-müminin. O istəyir ki, elçisindən əmin olsun, Əbu Müslimə yazdığını oxumasın. Əgər oxusa da anlamasın. Necə ki, bizim sahibimiz bu cür etdi. Heç nədən qorxma. Sən bizim aramızda amandasan. Aparın. Deməli belə, İbrahim. Ya Əbu Əbdillah, Quran-ı Kərimdə küfr neçə yerə bölünür? Küfür Quranda 5 yerə bölünür. Onun biri inkar küfrüdür. Bu da 2 yerə bölünür. Allahın əmrinə küfr edənlər, bərayət küfrü və nemətlərə küfür. Amma inkar küfrü, yəni Rəbbi inkar etmək. Deyirlər ki, nə Allah var, nə cənnət və nə də cəhənnəm. Bunu deyənlər 2 axmaq dəstənin sözüdür ki, onlara da dəhriyə deyilir. Onlar deyirlər ki, axirət dünyası yoxdur və bu bir dindir ki, özləri üçün qoyublar. Heç onu özləri də ispat eləyə bilmirlər və təhqiqsiz danışırlar. İnkar küfrünün başqa növü Allahı inkar eləməkdir. Yəni o Allahın haqq olmasını inkar eləyə və özünü Allahdan asılı bilməyə. Allah Teala buyurur, ürəkləri yəqin etdiyi halda zülm və təkəbbür üzündən onları inkar elədilər. İndi isə fitnə fəsad salanların aqibətini gör. Və yenə də Allah Teala buyurur, və özləri əvvəldən kafirlərə qələbə çalmaq arzusunda olduqları halda, tanıdıqları gəldiyi zaman ona kafir oldular. Allahın lənəti olsun kafirlərə. Və bu, 2 inkarın təfsiridir. Amma küfrün 3-cü növü Allahın nemətlərinə küfr eləməkdir. Və bu, Allahın sözüdür ki, Süleyman əleyhissalamın dili ilə danışır. Bu, Rəbbimin mərhəmətidir ki, görsün şükr eləyəcəm, yoxsa nankor olacam. Hər kəs şükr eləsə, özü üçün şükr eləmiş olur. Hər kəs nankor olsa, şübhəsiz Rəbbim ehtiyatsız kərəm sahibidir. Allah Teala buyurur, əgər şükr eləsəz, nemətinizi artıraram. Əgər küfrə düşsəz, həqiqətən əzabım çox şiddətlidir. Başqa ayədə isə buyurulur,
Məni yada salın ki, yadıma düşəsiz. Şükür edin ki, kafirlərdən olmayasız. Küfrün dördüncü növü Allahın dediyini tərk etməkdir. Bu Allahın kəlamıdır. Və bir zaman sizinlə bir-birinizin qanını tökməyəsiz, bir-birinizi öz yurdunuzdan çıxarmayasız deyə əhd peyman bağladıq. Sonra siz də buna qol çəkdiniz və şahid oldunuz. Sizsə elə adamlarsınız ki, yenə də bir-birinizi öldürürsünüz və özünüzdən olan bir dəstəni öz yurdundan çıxarırsınız. Onların əleyhinə günah və düşmənçiliklə köməkləşirsiniz. Onlar əsir olub yanınıza gələndə fidyə verib azad eləyirsiniz. Halbuki onları çıxarmaq sizə haram edilmişdi. Siz kitabın bir hissəsinə iman gətirirsiniz. O biri hissəsini isə inkar eləyirsiniz. Sizlərdən bu cür iş görənin cəzası dünya həyatında rüsvay olmaq, qiyamət günündə isə ən ağır əzaba düçar olmaqdır. Allah gördüyünüz işlərin heç birindən heç də xəbərsiz deyildi. Və küfrün 5-ci növü bərayət küfrüdür. Bu Allahın kəlamıdır ki, İbrahim əleyhissalamın dili ilə danışır. Biz sizdən uzağıq. Siz Allaha iman gətirməyincə aramızda əbədi nifrət və düşmənçilik olacaq. Yəni, sizdən uzaqlaşdıq. Qiyamət günü şeytan və ardıcılları cəhənnəmdə olan insanlara cavab verəcəklər. Mən bundan qabaq məni itayətdə Allaha şərik qoşmağınıza kafirəm. Həqiqətən zalimlar üçün ağırlı bir əzab vardır. Allah buyurub və İbrahim dedi, dünya həyatında Allahı qoyub bir dəstə bütləri özünüzə dost etdiniz. Qiyamət günü Görürəm ki, işlər bizim əlimizdən çıxır, ey ağam. Necə? Mən İbrahimin məktubunu bir neçə dəfə oxudum. Gördüm elə bir məzmunda yazıb ki, o özünə çox əmindir. Mən sizə neçə dəfə dedim. Onları gözdən qoymayın, nəzarətdə saxlayın, tutun, öldürün. Onlar bizim hakimiyyətimizə ziyan vururlar. Sakit olun, ey əmir əl-möminin. Biz bütün işlərə nəzarət eləyirik. Onlar bizə qarşı işləyir, biz də onlara qarşı işləyirik. Allahın izni ilə biz onları da məğlub eləyəcəyik, necə ki başqalarını eləmişik. Siz elə bilirsiniz mən Yazid ya da İbrahim ibn Vəlidəm? Yox, mən Mərvan ibn Məhəmmədəm. Bəli, Mərvan ibn Məhəmməd. Mən onların qabağında dayanacam. Məhəmməd ibn İbrahimi bura gətirin. Sən Muhammed İbni İbrahim İbni Əlisən? Bəli. Aparın onu. Axı, Görüm. axı nə olub? Qabağıma. Axı, Hoş gördük. Baxın. Məhəmməd ibn İbrahim bizim sarayımızdadır. O nə dəstədir ki, Xorasanda qiyam ediblər və sənin üçün xilafət istəyirlər. mənim bundan xəbərim yoxdur. Xəbərin yoxdur. Sənin adından bağlı nümayiş keçirirlər, sənsə bundan xəbərsizsən. Əgər istəyirsənsə bizə şər atasan, buyur, işində ol. Axı sən əmir əl-mömininsən. Səni heç kəs ittiham eləməz. Onda şər at və işini gör. Bizim cəsuslarımız sizin haqqınızda hər şeyi bilirlər. Amma sən inkar edirsən. Sizin cəsuslarınız yalan danışırlar. Sizin evinizdə tərbiyə alıblar. Yeməyinizdən yiyiblər.
Yalan ən pis əməldir ki, onu da görürlər. Kim sizin kimi olsa, sizin evinizdə tərbiyə alsa, Bəni Üməyyənin qabağında belə dikbaş olar. Siz kimsiz ki, sizin qarşınızda başımızı qaldırmayaq? Siz bilirsiniz biz kimik. Allah'tan başqa heç kimin qarşısında başımızı əymərik. Yaxşısı budur, bu odu təzədən yandırma İbrahim. Görəcəyik. Tezliklə görəcəyik. Rəhbərin saxlandığı zindanı tapmışıq. Bunu bildik. Bəs indi neyniyək? İşi mənə tapşırsaz onu zindandan qaçırarıq. İş bizim əlimizdə deyil, ey Davud. Gərək səbr eləyək. Baxırıq, hədəflərimiz çoxalır və itir. Əminəm ki, bura vacib xəbərlə gəlmisiniz. Eşidirəm sizi. İbrahimi tutdular. Zindana salıblar, ey səxir. İbrahimi? Allah onlara lənət eləsin. İndi biz nə etməliyik? Biz istəyirik yollara tərəf gedək və İbrahimin qoşununa qoşulaq. Nə vaxt? Sabah. Ya İbrahim və onun qoşunu ilə qayıdacağıq, ya da onsuz öləcəyik. Mən də sizlə çıxacağam. Biz səni gözləyəcəyik. Getdik. Sağ ol. Allah sizi hifz eləsin. Sağ ol. Bilirəm ki, bunu xoş qarşılamayacaqsan. Amma mən onlarla getməyə qərar vermişəm. Özümə söz vermişəm ki, imamın köməkçisi olum. Bəs Səkinə necə olsun? And olsun ki, onu özümlə əziz bilirəm. Onda onlarla getmə. Onu kiçik yaşda yetim qoyma. O, Peyğəmbər və onun nəvəsindən əziz deyil. Ey Hind, Həzrəti Zeynəbdən örnək götür. Əgər dediyim kimi eləsən, onunla məşhur olarsan. Necə səxir? İmam Hüseyin və Zeynəb dünyasını dəyişiblər. Zeyd və yaxınları da öldü. Peyğəmbərimiz buyurub ki, kim bir tayfanı sevirsə, o tayfa ilə də məşhur olacaq. Və kim bir tayfanın əməlindən razı olsa, əməllərinə şərik olacaq. Bu niyyəti öz ürəyində tut, ey Hind. Onda ondan məşhur olarsan. Səxir evin bağındadır. Səxir, dəvət elə gəlsin. Yox, gözlə. Gedim yanıma özüm çağıraram. Sən bunu tut görüm. Ay, sağ ol. Səxir, xoş gördük qardaşım. Sənə işim düşüb, Züheyr. Mən sənin xidmətindəyəm. Bir-birimizlə sirdaşıq. Düz dedin. Amma bu tamamilə fərqli bir işdir. Məncə sən etibarlı adamsan. Sənin etibarlı adam olmağını mən Əbu Vailə xidmətində görmüşəm. Daha o günlər geridə qaldı. Onları özümdən uzaqlaşdırdım. Çünki mən qorxuram, Səxir. Elə hamımız qorxuruq. Mənim istəyimi yerinə yetirmək istəyirsən. Bəli, ey qardaşım. Sən de, Allahın izni ilə çalışacağım ki, işini həll eləyim. Bu kişi hər gün Məhəmməd İbn İbrahimin yeməyini gətirəcək və onunla yemək yeyəcək. Elə zənn eləyin ki, o da dustalardan biridir. Anladın? Bəli. Onu da apar.
Esselamu aleyküm mənim ağam. Və aleyküm salam ey Əbu Ubeydə. Buyur ağam. Yeməkdən xoşun gəlir? Yemək. Allaha şükür olsun. Sənə və ailənə minnətdaram ki, bu halda mənə yardım edirsiniz. Amma belə bir yerdə yeməyə iştaham yoxdur, ey Əbu Ubeydə. Onda yeməyi burada saxlayıram. Nə vaxt istəsən yeyərsən. Allah səndən razı olsun. Ağam, mən çöldə yatacam. Ehtiyacın olsa məni çağırarsan. Yaxşı. Tələs ey Əbu Ubeydə. Sənə bir şeyi vəsiyyət eləmək istəyirəm. Qardaşlarıma söylə ki, məndən sonra xilafət qardaşım Əbu Abbasın olsun. Və sizə əmr eləyirəm. Tələsin, hökuməti Hümeymədən Kufəyə köçürün. Bu işdən də vaz keçməyin, hətta məni öldürsələr belə. Sizlə vidalaşıram, amma tövsiyələrimi unutmayın. Allah səni qorusun. Ağam. Ağam. Namazın vaxtı keçir ağam. 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 Ay Allah. Ey mənim Rəbbim. Mənə yardım eləyin. Kömək eləyin. Kömək eləyin. Ağam İbrahim əldən getdi. Ey Rəbbim. Kömək eləyin. Mənə kömək eləyin. Mənə eşidirsiniz? Sənə bir sual verə bilərəm, Səxir? Buyur qardaşım. Mən öz namazımızla sənin namazının arasında biraz fərq gördüm. Dedin ki, az fərq. Bəli, o şey ki mən gördüm az fərqli idi. Əgər azdırsa, onda vacib deyil. Allah namaz qılanları sevir, qılmayanlara qarşı isə qəzəblidir. Ağam İbrahim'i öldürdülər. Ola bilməz. Bu müsibətdir. Ağam, sözünüzü qorxuram, əgər siz də burada qalsaz, düşmənlər gəlib sizi də apararlar. Bəs hara gedək Əbu Ubeydə? Burada izzəti qoyub zillətin içinə gedək? Gərək Hümeymədən çıxaq. Hara?
Mənim üçün ölüm didərgin olmaqdan daha yaxşıdır. Əskərlərimiz var ki, bizdən əmr gözləyirlər. Hələ də gözləyirlər. Allah özü köməyimiz olsun. Cəfər ibn Muhammedin sözləri həqiqətə çevrilir. Xilafət yaxınlaşır. Tez ol, çıxaq qardaşım. Hara? Əbu Sələmənin yanına. Nə qədər tez olsa o qədər yaxşıdır. Abdullah, İsmail, İsa və Davudu hazırla ki, onlar da bizlə çıxsınlar. Elə yerə gedək ki, orada təhlükə olmasın. Tez ol. Gedək qardaşım. Ey əmir, sənə nə olub? İmam İbrahim gecə öldürüldü. Gördülər ki, xilafət və saraya yaxınlaşır. Onu aradan götürdülər. Biz də bu səhvi dəyişə bilmərik. Gözləyək görək nə baş verəcək. Asim, səndən bir məsələ barədə danışmaq istəyirəm. Bunu səndən çoxdan gözləyirdim, amma sən bu işi görmədin. Xədicəni demək istəyirsən? Bəli, Xədicəni. Xədicəyə məhəbbətim əvvəlkindən də çoxdur. Necə ki, sənlə Şeymənin məsuliyyəti mənim üzərimdədir. O da elə. Amma evlənmək isə qalsın səfərdən sonraya. İnşallah sabah gün çıxandan sonra səfərə çıxacağam. Səfərə gedəcəksən? Hara? Onda de görüm, haçan qayıdırsan? Haçan bizi sevindirəcəksən? Haçan qardaşımızla fəxr eləyəcəyik? Bəni Üməyyəyə qarşı inqilab başlayır. Mən də Allah və din qardaşlarımın qarşısında əhd eləmişəm ki, Bəni Üməyyənin tədbirlərini ömürlük məhv eləyək. Axı siz bu işi necə görəcəksiniz, Asim? Onlar Bəni Abbasdılar. Peyğəmbərimizin əmisinin övladlarıdır. Allahın salamı ona və ailəsinə olsun. Və biz də onlarlanaq. Mənsiz getməyəcəksən. İnan ki, mən bir çox kişilərdən yaxşı döyüşürəm. Görəcəksən. Bundan xəbərim var. Amma orada sənin üçün yeri yoxdur. Arxa cəbhədən də kömək eləyə bilərsən. Bu da bir cür inqilaba kömək eləməkdir. Allahın köməkliyi ilə. İmam Cəfər Sadiq əleyhissalam belə söylədi. Allah təbarək və təala insanı 12 birləşmiş hissədən, 248 sümükdən, 360 damardan ibarət yaradıb ki, insanın ağırlığını saxlayır. Bədəni saxlayan sümüklərdir. Sümüklər isə ətlə örtülüb. Sinirlər isə əti saxlayır. İnsanın iki əlində 82, hər əlində isə 41 sümük var. Əlin içində sümüklərin sayı 35-dir, üstündə isə 2-dir. Biləyində 1, əlin üstündə isə 3 sümük var. O bir əlin üstündə də sümüklər eyni qaydadadır. Ayaqda isə 43 sümük var. Qıçda 2, dizdə 3, budda 1, bud birləşməsində isə 2 sümük var. O bir ayaq da eyni qaydadadır. Fəqərədə 18 qabırğa var. Hər birinin yanında 9 əzələ var. Boyunda 8, başda 36 sümük var. Ağızda 28 ya da 30 sümük olur. Bütün bunlar gözəl və əzəmətli Allahın qüdrətini və əzəmətini göstərir. Ey qardaşlar, bu həmin bayraqdır ki, ağam mənə göndərib. İmamımız İbrahim, Allah ona rəhmət eləsin. Bu isə onun əbasıdır. Onu həmişə çiynini atardı və deyərdi ki, döyüş məcburiyyətində qalanlara məzlum olduqlarına görə izin verildi. Şübhəsiz ki, Allah onlara köməklik eləməyə qadir.
Bu nə yerdi belə? Ey Səxir, sən əvvəllər buranı tanıyırdın? Bəli dostum, bəli. Burada mənim çoxlu xatirələrim var. Gəlin hələlik burada biraz dincələk. Gedək. Gedək. Film 2013-cü ildə Salam studiyasında dublyaj olunmuşdur. Dublyajın rejissoru Natiq Şəkərəliyev, tərcümə edənlər Rəhman Abdullayev, Fərid Camalov, redaktor Vüqar Həsənov, qrafika Elmar Vəliyev, dublyajın baş prodüseri Emin Abbasov. Filmi dublyaj etdilər İlham Əskərov, Kazım Abdullayev, Nəcibə Hüseynova, Ofeliya Novruz qızı, Gülnarə Zülalova, Qədir Mirzə, Vüsal Xalıqoğlu, Rövşən Məmmədli, Pərviz Məmmədrızayev. Texniki dəstək Butafilm Kino şirkəti.